dünyaya gelen yeni nesilleri bizim milli ənənələrin ne kadar değerli olduğunu o nesillere çattırmak için ve milli ənənələrimizin esasında onları da terbiyeləndirmək için belə muzeyler lazımdır. Ve Səməd Vurğun Muzeyi de buna xidmət edir. Məktəb, elə təhsil ocağı, idarə olmadı ki, orada vurğun günü keçirilməsin. Mənim yadıma 70 illikdə də stendlərin qabağını tutmuşdular. Mən danışa bilməyəndə siz dediniz ki, elə. İndi biz o 75-ci ildə muzey açılandakı stendlər var idi. Təcrübəmiz yox idi də ev muzeyi yaratmaqda, heç kəsin ilk ev muzeyidir, Səməd Vurğun Muzeyi. Biz indi o stendlərdən qaçdıq artıq. Biz ekspozisiyamızı necə öz vaxtında memorial əşyalar, vaxtında əgər o Nizaminin şəkli orada asılıbsa, Vaqifin şəkli orada, onları bərpa elədik. Artıq çəkmişdilər o vaxtı Puşkin, Füzuli, Sabir, onları da yox idi. Çünki özü yox idisə götürür. Ne vardı? Bəli. Hətta burada bir billur çıraq alıb asmışdılar. Axı Səməd Vurğun billur xoşlamır. Sonra onu biz çıxartdıq özün kimi. Çox sadə yaşayır. Bu ilk tamaşası günüdür. Kimlerdi burada? Bu səfər mən sizə deyim. Sidqi Ruhullah, Əliydər Ələkbərov, Ağa Sadıq Gərəybəyli. Yox, Ələsgər Ələkbər. Yox, Əliydər. Ələkbər yox. İsmail Axundov rəssam, Rıza Əfqanlı, Səyid Rüstəmov, Adil İskəndərov, sonra Nüsrət Fətullayev, bu Sona Hacıyeva, bəli, bu Arşakı oynayırdı. Osmanlı. İsmail Osmanlı. Lütfen baştan yunadan en güzel kudursan sen tebrik Osman yaramursan, Osman anadan